Evet, sual. Evet, Orucun lüğəti və dini mənası nədir? Orucun lüğəti və dini mənası nədir? Orucun lüğəti mənası, qardaşlar, tərk etmək deməkdir. Tərk etmək və yaxud da imtina etmək. Lüğəti mənası budur. Şəri mənası isə Allaha ibadət olaraq, ibadət məqsədi ilə bütün yeməkdən və içməkdən və orucu pozan şeylərdən, fəcrin doğuşundan günəş batana kimi bütün bu şeylərdən çəkinmək. Yəni, ibadət məqsədi ilə fəcrin doğuşundan və günəşin batışına kimi yeməkdən, içməkdən və bütün orucu pozan şeylərdən çəkinmək. Şəri mənası isə oruç tutmağın budur. Ona görə oruç tutan insan orucuna xələl gətirən nə varsa hamısından çəkinməlidir. Günəşin, ikinci fəcrin doğuşundan ta günəşin batışına kimi. İxlasla.com saytı tərəfindən təqdim olundu.